Dimişli rayonunda 9 may qələbə günü tədbiri zamanı SSR bayrağı qaldırılıb. Qlobalinfo az məlumat verir ki, hadisə rayonunun Sarxanlı kəndində baş verib. SSR bayrağı 2-ci Dünya Müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Sosial şəbəkədə yayılan görüntülər cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının sədri Salih Səmədov SSR bayrağı fonunda sinəsində Rus imperiyasının rəmzi olan Georgi renti ilə çıxış edib. Kənddə həmçinin Den Pobeda qələbə günü Sovet mahnısı da səsləndirilib. Madəm az məsələ ilə əlaqədar Salih Səmədovla əlaqə saxlayıb. O deyib ki, burada heç bir pis şey yoxdur. Bunun nəyi pisdir ki, SSR kimi böyük dövlət olub, onun bayrağı da Salih Səmədov əlavə edib. Salih Səmədov sonda jurnalistləri təhqir edib. İkincisi, bunun sizə nə aidiyyəti var? Boş-boş işlərlə məşğul olursunuz. Salih Səmədov İmişlidə SSR bayrağının qaldırılması ilə bağlı məsələyə daha geniş cavab verib. O deyib ki, sözü gedən tədbir abidənin açılışı ilə bağlı idi. Həmin müharibə də o bayraq altında baş verib. Bir dövlət yoxdursa bayrağı ola bilərmi? Bu sadəcə olaraq bizim tariximizdir. Burada nə var ki, cavan nəsil o bayrağı bilmir. Biz isə o bayrağın sədaları altında doğulmuşuq. Bayramlarımız da o bayraq altında keçib. Müharibənin rəmzi olaraq biz o bayrağı oraya qoymuşduq. Georgi lenti də rəmzdir. Ona görə də taxmışdım. Azərbaycan bayrağından uca bayraq yoxdur. O bizim hər vaxt başımızın üstündədir. Burada Türkiyə bayrağı da dalğalanır. Bəs ona niyə bir söz demirsiniz? SSR bayrağı orada bir neçə saatlıq qaldı və yığışdırıldı. Türkiyə bayrağı isə küçələrdədir. Bir dövlətin içərisində bir bayraq olur. Siz o vaxt Türkiyə bayrağına niyə qarışmırsınız? Səmədov əlavə edib, mövzu ilə bağlı Yeni Sabaha danışan İmişli rayon icra başçısının birinci müavini Mirzə Quliyev deyib ki, hazırda bayraq qalmaqalı ilə bağlı araşdırma aparılır. Bu hadisədən xəbərimiz var. Həmin bayrağı xiyabanda rayon Ağsaqqallar Şurasının sədri sancıb. Hazırda bu haqda araşdırma aparılır. Lazımi tədbirlər görüləcək.